Bir nəfər balıq satırdı yolun qırağında, yazdı, vurdu ki, burada balıq satılır. Sonra dedi ki, burada sözünə ehtiyac yoxdur ki, hamı bilir də burada satılır. Orada satılmış, hamı görür. Buradan sildi, balıq satılır. Sonra dedi ki, satılığına da ehtiyac yoxdur. Hamı bilir ki, burada ehsan verilmir də, yəqin ki, qoyurlar, satılar bu. Kimdir ki, pulsuz aylayan? Satılır da pozdu, yazdı balıq. Sonra dedi ki, buna da ehtiyac yoxdur. Hamı görür də bu balıqdır. Toyuq zat deyil ki, qoyundur, balıqdır. Onda, indi bu biraz da zarafatdır. Amma bu çox gözəl örnəkdir, Türkçə demişəm. Yəni, əzizim, müəllif söz sərrafı olmalıdır. Kitab çox redakta korrekt olmalıdır. Buna ehtiyac varmı? Bunun yeri varmı bu cümlənin? Səhifə yox, cümlənin hesabını aparırlar. Bu cümlə artıqdır yoxsa yox. Mən sizi inandırıram ki, 300 səhifəlik bir kitabda hətta bəzi cümlələr artıq olanda o kitabın dəyərini salır aşağı. Dəyişək deyir.